Əziz şagirdlər, deməli 103-cü sualda verilib ki, katetləri 6, 8 olan ABC düzbucaqlı üçbucağında verilən bu kəsirin qiymətini hesablayın. Deməli, düzbucaqlı üçbucağı çəkək. Deməli, katetləri 6 və 8. Deməli, bura A, C, B. Bura beta olsun, bura olsun alfa. Deməli, AC neçədir? 6. BC neçədir? 8. O zaman bu hipotenüs nəyə bərabərdir? 10-a, düzdürmü? Kvadratı bərabərdir 6-nın kvadratı, yəni 8-in kvadratı. Kök altda 100-dən 10 çıxır. 6, 8, 10 Pifaqor ədədlərdir. Və verib ki, 2 sinus bucaq A, yəni sinus alfa üstə gəlinsin 3 kosinus beta bölünsün kotanges betaya. Vəssalam. İndi qiymətlərini tapaq. Sinus alfa nəyə bərabərdir? Sinus alfa qarşıdakı bucağın hipotenuza nisbəti. 8-in 10-a nisbəti. Kosinus beta bəs nəyə bərabərdir? Kosinus beta bitişik katetin hipotenuza nisbəti. Bəs kotanges beta nəyə bərabərdir? Tanges beta 6-nın 8-ədir. Kotanges beta 8-in 6-ya nisbəti. 8-in 6-ya nisbəti. Aha, indi biz yerinə yazsaq, olacaq 2 vurulsun sinus alfa, yəni 10-da 8, üstə gəlinsin 3 vurulsun kosinus beta, yəni 10-da 8, bölünsün 6-da 8-ə. Bu ifadə bizə nəyi verir? İxtisar getsə, deməli, qalır 5-də 8, üstə gəlinsin, deməli, 10-da 24. Buradan da ortaq məxrəc 10 olsa, bunu 2-yə vursaq 16, 16-ın üzərinə 24 gəlirəm, olur 10-da 40. Düzdürmü? Yəni 4. Sürət mənə verdi 4. Bölünsün 6-da 8. Bu ifadə nədir? 4 bölünsün 6-da 8-dir. Düzdürmü? Yəni 4 vurulsun 8-də 6-dır. Düz. 2 ixtisar aparsam, 1 burada, deməli 2 burada, 6 bölünsün 2 bərabərdir 3 edər. Cavabımız Y variantı.